İnsanlar yaşayır, dünyasını dəyişir və torpağa tapşırılır. Bu dünyanın qanunu belədir. Maraqlıdır ki, dünyasını dəyişib torpağa hələ də tapşırılmayan bir insan var. O da Vladimir İliç Lenin. 1924-cü ilin 22 yanvarı idi. Leninin vəfatı xəbəri qurultay zamanı gəlir. Şahidlərin sözlərinə görə həmin an Ulyanovun silahdaşları başlarını stola qoyub uşaq kimi ağlayırdılar. Yoldaş Lenini son mənzilə layiqincə yola salmaq lazım idi. Həyat yoldaşı Nadezhda Konstantinovna Krupskaya Leninin torpağa verilməsini istəyirdi. Deyilənə görə Lenin özü də şəxsiyyətə pərəstişin əleyhinə idi. Dəhşətli soyuqlar, üstəlik Leninin vəfatı ölkədə dərin kədər ab-havası yaratmışdı. Bu ərəfədə isə bolşevizm fanatikləri fəhlə və kəndli sinfinə inqilabı unutturmayacaq yeni din haqqında fikirləşirdilər. Bunun üçün isə Leninin həmişəlik mavzoleydə qalması şərt idi. Faktiki olaraq Lenin sosializmin müqəddəsi hesab olunmağa başladı. Üzündə görünməyə başlayan ləkələr nəşin çürüməsinə və korlanmasına işarə idi. Alimlər elə bir məhlul hazırlamalı idilər ki, bədəndə baş verə biləcək çürüntülərin qarşısını alsın. Leninin beynini onsuz da çoxdan çıxartmışdılar. Rəssam Yuri Anenkovun sözlərinə görə Leninin beyni pis vəziyyətdə idi. Bir yarım kürə yaxşı saxlanmışdı, digəri isə deformasiya uğramışdı və ölçüsü o qədər kiçik idi ki, rəssam onu Yunan qozu ilə müqayisə etmişdi. Beynin tədqiq olunması üçün Alman neyrobioloq Oskar Vogt Moskvaya dəvət olunur. Rəhbərin beynini 31 min kiçik hissəyə bölürlər. Sosializmin rəhbərini səbirlə, aram-aram hissələrə ayırırdılar. Bu, onun dahi olmasının sübutu üçün lazım idi. Taxtadan nəzərdə tutulmuş ilk mavzoleyin tikintisi tez bir zamanda başa çatmalıydı. İnşaat işləri arxitektor Şusevin layihəsinə əsasən aparılırdı. Maraqlısı budur ki, mavzoleyin forması Mesopotamiyanın qədim zikurat adlanan tikililərini xatırladırdı. Şumer arxitekturasını xatırladan bu cür tikililər nəyə xidmət edir və mənası nədir deyə sual yaranarsa, cavabı maraqlı olacaq. Bizdə Rusiyada zikurat tikintisi adəti yoxdur. Məsələ ondadır ki, Moskva kimi böyük paytaxtda belə bir tikintinin birdən-birə peyda olması fenomenal hadisədir. Zikurat bir çox fundamental təsir vasitələri üçün seçilir. O formada olan tikililər insanlar üzərində nəzarəti təmin edir. Daha dəqiq desək, zombiləşdirici təsirə malikdir. Bu forma insanların psixologiyasına, emosiyalarına, alt şüuruna təsir edə bilir. Havalar o qədər soyuq idi ki, torpaq belə donmuşdu. Qazıntı işlərini yalnız torpağı mina ilə partladaraq həyata keçirmək mümkün idi. Məqbərənin tikintisi sürətlə gedirdi və iş belə gətirib ki, gözlənilməyən hadisə baş verib. Fəhlələr kanalizasiya kollektorunu zədələyirlər. Hər şey şaxtalar səngiyəndə, buzlar əriyəndə ortaya çıxır. Taxtadan tikilən mavzoley və çox güman ki, Leninin mumyası belə çirkab suların altında qalır. Hətta deyilənə görə bundan xəbər tutan patriarx Tixon hər kəs əkdiyini biçər mənasını verən cümlə işlədir. 27 yanvar 1924-cü ildə Lenin həmişəlik son mənzilə, mavzoleyə gətirilir. Amma məsələ ondadır ki, taxtadan tikilən və kanalizasiya sularının altında qalan mavzoleyi yazda yenisi ilə əvəz etmək qərarına gəlirlər. Bundan sonra Misir ehramları kimi əbədi olaraq qalan tikili üçün çalışmaq lazım idi. Çünki Leninin mumyasını qoruya biləcək məhlul artıq tapılmışdı. Necə deyərlər, Lenin yaşayıb, yaşayır və yaşayacaq ifadəsinin haqqı verilməli idi. 1930-cu ilin oktyabrında yeni mavzoleyin açılışı olur. Amma sosializm müqəddəsinin başına gələnlər bununla bitmir. İkinci Dünya müharibəsi ərəfəsində mavzoleyin almanlar tərəfindən bombalanmasından o qədər qorxurdular ki, Leninin nəşini lap uzağa, Sibirə aparırlar. 1945-ci ildə mumyanın mavzoleyə qaytarılmasına baxmayaraq, milyonların təbirici desək, Lenin babanın başı yenə dinc olmur. Proletariatın dünyadan köçmüş rəhbərinin mumyasına belə dəfələrlə sui-qəsd edənlər tapılır. Təbii ki, SSR zamanında bu faktlar gizlədilib. Mən düşünürəm ki, onlar güllələniblər. Bir nəfər isə Leninin sarkofagına güllə atandan sonra